Yasamal rayonu 20 yanvar metro stansiyası ərazisində Melissa Qrup yaşayış kompleksinə yaxın yerdə yaşayan falçının həyətindəki növbə sosial şəbəkələrdə maraq səbəb olur. Paylaşım həmin ərazidə yaşayan şəxslərdən biri tərəfindən edilir. Sakin bildirir ki, Seyidin qapısında həftənin müəyyən günü kişilər, digər günü qadınlar toplaşır. Toplaşma saatı adətən 9-10 arası olur. Burada yazıblar, niyə oxumursan? Çünki yayınımız YouTube üçündür. Buradan sadəcə açmışam, xəbərləri dinləyəsiniz. Sualınız varsa YouTube'da yaza bilərsiniz və gələk bu mövzuya. O qapının ağzında dayananların birinə bir əlsiz, ayaqsız, gerçək ehtiyac sahibi olan biri gəlib 5 manat istəsə, deyər, get rədd ol. Yəni, orada da baxırsan ki, əksəriyyəti orta yaş nəslinin nümayəndələridir də. Yəni, bunlar sabah bir gün ağsaqqal, ağbirçək qismində hansısa məclisin başında əyləşəcəklər. Ağsaqqal, ağbirçək danışacaqlar belə. Yəni, sən nə ağıl yiyərsən ki, hansısa bir cavan adama da ağıl verəsən. Sən, yəni, məsələ deyimi, falçıdan yiyib kömək istəyirsən, gəlib burada falçı növbəsinə dayanmışsan, sən yəni hansı ağlın yiyəsi ola bilərsən? Yəni, siz təsəvvür edə bilirsiniz nə deməkdir bu?